İnsan somatik hüceyrələrin bölünməsi zamanı anafaza mərhələsində xromosom, xromatid və DNT zəncirlərinin sayı 1104 ədəd olarsa, bölünmə sonunda neçə hüceyrə əmələ gəlmiş olacaq? İnsanın somatik hüceyrəsi 2N'dir. 2N'imiz 46'dır və burada N'imiz də ki 23 olmuş olur. Anafaza mərhələsində xromosom sayı 4N, xromatid sayı 4C, DNT sayı da 4D olur. Burada N'in, C'nin, D'nin qiyməti hamısı eynidir. Ona görə də biz hamısını bunları N şəklində də götürə bilərik. 4N, 4N, 4N şəklində. Amma burada deyir ki, DNT zəncirlərinin. DNT zənciri deyirsə, avtomatik burada molekulda 4N molekulu varsa, deməli 2'ye vurulmalıdır bu. Yəni 8N olmuş olacaq. 2N'imizdə 46 xromosom olarsa, 4N'imizdə nə qədər olacaq? 92 xromosom. Eyni zamanda 4N'imizdə olacaq 92 xromatid, 8N'imizdə də olacaq 184 miqdarda DNT. Və bunu cəmləşdirdik biz. 92 üzərinə gəlinsin 92 üzərinə gəlinsin 184 bərabərdir 368 eləmiş oldu. Deməli, xromosom, xromatid və DNT zəncirlərinin ümumi sayı 368 olanda bir hüceyrədən, somatik hüceyrədən neçə hüceyrə əmələ gəlirdi? Mitoz zamanı 2 hüceyrə əmələ gəlirdi. Bəs 1104 olanda neçə hüceyrə əmələ gələcək? X. Burada da X'i tapırıq. 1104 vurulsun 2 bölünsün 368. Bu da bərabərdir neçə? 6 hüceyrə olmuş olacaq.